gənclər, necəsiz? Bugün Made in Azərbaycan deyəcək. Yox, səhv başa düşməyin, biz heç də bugün Azərbaycan istehsalı olan brendləri saymayacağıq. Sadəcə olaraq gənclərimiz bu ad altında çox maraqlı bir layihə həyata keçiriblər. Elə bu layihənin nümayəndələri də hazırda studiyamızdadılar. Onları qarşılayaq və gəlin söhbətimizə başlayaq. Buyurun gənclər, xoş gəlmisiniz. Bir daha xoş gördük hər birinizi studiyamızda və mən istəyərdim ki, elə tez sürətli bir şəkildə başlayaq layihə haqqında danışmağı. Ümumiyyətlə, nəyə görə Made in Azərbaycan adlanır layihə, məqsəd nədir və s. Təşəkkür edirik, minnətdarıq. Ümumiyyətlə, Təhsil Naziri, Gənclər və İdman Nazirliyinin və İqtisad Universiteti və İnnovativ Biznes İnkubatorunun birgə təşkilatçılığı ilə keçirilən Made in Azərbaycan tələbələr arasında biznes ideya müsabiqəsi Cənab Prezidentin 18 yanvar 2016-cı ildə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sərəncamına universitet səviyyəsində dəstək vermək məqsədi güdür və tələbələrə sahibkarlıq fəaliyyəti ilə yaxından tanış etməkdir. Ümumilikdə layihəyə 9 universitetdən 65 layihə daxil oldu və bunlardan 59-u seçildi və final mərhələsində isə 7 finalçı müəyyənləşdirildi və həmin 7 finalçının da 3-ü mükafat sahibi oldular və studiyamızda da həmin 3 fillərin sahiblərini görə bilərsiniz. O zaman tanış olaq elə 3-cü yerdən. Kim oldu 3-cü yerin sahibi? 3-cü yerdə bizdə Xəyyam oldu. Xəyyam, sənin layihən necə adlanırdı, necə iştirak elədin, ümumiyyətlə necə eşitdin bu layihə haqqında qoşuldun? Layihə haqqında əvvəldən İqtisad Universitetində bizə məlumat verilmişdi. Elə biz də öz bəxtimiz burada sınadıq. Layihə Xarı Bülbül adlanır. Layihədə Azərbaycanın təbii və milli məhsullarının xaricdə bu Xarı Bülbül brendi altında sərgi olunmasıdır. Təbii və milli məhsul deyəndə nəyi nəzərdə tutulur? Azərbaycanın təbii məhsulları, təbii çayları və Azərbaycanın milli məhsulları bunun birgə çay dəstgahı bu şəkildə. Çox gözəl və 3-cü yer layiq görüldün. Heç gözləyirdin ki, yəni bu cür yüksək nəticə göstərəcəksən? Gözləyirim əslində. Gözləyirdin. İkinci yerin sahibi. İstəyərik ki, sən də tanıyaq yaxından, buyur. Mən Fəqan, İqtisad Universitetinin tələbəsiyəm. Universitetdə elan verilmişdi, oradan xəbər tutdum bu layihədən və mən də qatılmağa qərar aldım. Layihəndə yəni nələr var idi ən əsas diqqət çəkən məqamlar? Layihəm sosial şəbəkə saytıdır. Bilirsiniz ki, ümumiyyətlə Azərbaycanda qlobal bazara çıxmış bir sosial şəbəkə yoxdur. Biz yeni bir ideya altında yeni bir sosial şəbəkə yaratdıq. İdeyası nədən ibarət idi? Bəlkə o haqda danışasan bizə? Danışım. Sosial şəbəkə saytı digərlərindən fərqi odur ki, burada istifadəçilər öz arzularını əlavə edir və nəticədə hər bir istifadəçinin profilində həmin istifadəçinin arzuları formalaşmış olur. Bir dostlarımıza abunə olaraq bir-birimizin arzularını görə bilərik və ümumi orada lövhədə bütün dostlarımızın arzularını görmək imkanımız olur. Bu layihənin faydası ondan ibarətdir ki, deyək ki, kiməsə hədiyyə almaq istəyirik. Biz həmin dostumuzu profilinə daxil olaraq onun əlavə etdiyi hər hansı bir arzunu reallaşdıraraq ona ən gözəl hədiyyəni məncə vermək olar. Yəni düşünürsən ki, yəni arzular sadəcə hədiyyə edə biləcək arzulardır orada dostların, yoxsa bəlkə böyük arzuları sən reallaşdıra bilmərsən dostlar? Bəli, təbii ki, orada kateqoriyalar uyğun olacaq. İstifadəçi böyük arzular da əlavə edə bilər, kiçik arzular da əlavə edər. Yəni müəyyən qədər çəkici məqamlar var həqiqətən də və birinci yerin sahibləri daha doğrusu komanda şəklində əyləşiblər burada. Alparslan və Kərim. Zabərli Kərim. Mən İqtisad Universitetinin Maliyyə Fakültəsinin 3-cü kursunun tələbəsiyəm. Dostum Alparslan İsmailov Xəzər Universitetinin tələbəsidir və biz EcoRise layihəsi ilə qalib gəldik bu müsabiqədə. Layihə haqqında danışaq, məlumat verək. Layihəmiz kompüter oyunudur, onlayn kompüter oyunudur və fantastik süjetdir, amma bizim bir neçə məqsədimiz vardı layihədə. İlk növbədə fantastik süjet, yəni qlobal istiləşmə nəticəsində sizə süjet barədə biraz qısa danışım. Qlobal istiləşmə nəticəsində 2087-ci ildə dünyada yeni bir xəstəlik əmələ gəlir və bu xəstəlik nəticəsində bitkilər, ağaclar zəhərli qazlar ifraz etməyə başlar. Bunun nəticəsini tapmaq üçün bir sığınacaq qurulur, yəni alimlər sığınacaq qururlar. İnsanlar orada 100 il ərzində çarə tapmalıdır və oyunun
başlanğıcı elə bu müddətin bitəcəyi anında baş verir. Yəni baş qəhrəmanımız o sığınacaqdan çıxandan sonra dünyada həyatı bərpa etməyə çalışmalıdır. Artıq yəni bu oyunu yəni digər istifadəçilər də oynaya bilərlər, yoxsa necə Xeyr, oyunumuz hazır deyil, yəni sadəcə hələ ki layihə şəklində, ideya şəklində təqdim olunub. Bəli, ideya kimi təqdim olunub. Bəs Alparslan bunu reallaşdırmağı düşünürsünüz yoxsa? Əlbəttə ki, düşünürük. Bəlkə bu onlayn oyundur. Elə bil ki, bunu komanda qabaqçıda olmalıdır ki, bu oyunu quraq, eləyək. Sonra isə oyun bazarına çıxardaq. Yəqin ki, 1-2 aydan sonra bəlkə nəsə alınır. Aha, bəs maraqlıdır Ramil. Ümumiyyətlə seçim necə aparılmışdı bu, yəni təqdim olunan layihələr içərisində və yəqin ki, maraq kifayət qədər var idi. Bəli. Və layihələrin seçilməsi 2 mərhələdən həyata keçirildi. Birinci mərhələdə ekspertlər birinci süzgəcdən həyata keçirilən filtr keçirildi. İkinci mərhələdə isə münsiflər heyəti final mərhələsində səs vermə ilə həyata keçirilirdi. Burada əsasən layihələrin kreativliyi və tətbiq edilə bilən olması, investisiya cəlb edilən olmasıdır və sonuncu mərhələdə isə ixrac etmək mümkün ola bilsin. Yəni bu əsas kriteriyalardan idi ki, layihələr bu 4 kriteriya üzərində qiymətləndirildi və final mərhələsində vəsiqə qazandı. Bəs qalibləri bundan sonra nə gözləyir? Yəni qalib oldular artıq. Yəni nə verildi onlara? Yəni burada iştirak etmək onlar üçün hansı faydalı məqamları gətirəcək həyatlarına? İlk önce mükafat fondu müəyyənləşdirilmişdi. Birinci yer sahiblərinə 1000 AZN, ikinci yerə 750, üçüncü yerə 500 manat və növbəti 3 pilləsi üçün isə 200 manat və digər hədiyyələr, stimulasiya hədiyyələr müəyyənləşdirildi və bu növbəti mərhələdə artıq həmin tələbələrə mentorluq, yəni ki, layihənin gerçəkləşdirilməsi üçün müəyyən göstərişlər olacaq, müəyyən biznes planı tutulmasında və digər istiqamət verici məlumatlar veriləcək ki, layihə reallaşdırılsın. Aha, ümumiyyətlə maraqlıdır. Yəni birinci yerin sahibləri bir onlayn oyun həyata keçiriblər. Bəs ixtisasınız nədir sizin? Yəni bu oyunla hansı bir əlaqəniz var? Mənim ixtisasım maliyyədir. Mən əsas maliyyə büdcəsi ilə və proqnozlaşdırılan mənfəətlə məşğul olmuşam. Amma süjet və ideyanın sahibi, belə desək, Alparslan olub. Alparslan. Mən isə beynəlxalq münasibətlər fakültəsiyəm. Heç əlaqəsi yoxdur əslində belə baxanda. Amma uşaqlıqdan elə kitab sınaq yazırdım. İstərdim ki, elə Gəncəvi sizi də daha yaxından tanıyım. Həm 3-cü yerin sahibi, həm də ki, 2-ci yerin sahibi Xəyyam. Və sənin ixtisasın nədir? Nə işlə məşğul olursan? Çay dəstgahına nə aidiyyatın var? Mən də İqtisad Universitetində oxuyuram, 4-cü kurs. Fakültəm biznes inzibatçılığıdır. Əslində bu biznes layihə olduğu üçün bir məna olaraq bizim ixtisasla əlaqəsi var, amma çay dəstgahı olaraq bir əlaqəsi yoxdur. Sadəcə bu mənim hobbimdir. Çaylar dəmləmək, təbii çaylardan istifadə etmək və onları kimlərəsə göstərmək. Eləcə həm də təbii məhsullardan çox istifadə edirəm. Bəlkə bizə də bir maraqlı çay resepti verəsən ki, yəni fərqli bir dad olsun. Artıq biz də evdə dəmləyəndə maraqlı ağız dadımıza fərqli bir dad dəysin də. Bəli, siz Lənkəran çayına cökə əlavə edərək çox super bir dad ala bilərsiniz. Cökə. Maraqlıdır, Gəncər eşitdi. Siz də sınayın, görün necə alınır. Sonra isə mütləq sosial şəbəkələrdən bizim səhifəmizə yəni bu haqqda yazın, görək düz deyir Xəyyam yoxsa yox. Sonra sən Fəqan. İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsində oxuyuram. 5 ilə yaxındır ki, proqramlaşdırma ilə məşğulam. Elə təqdim etdiyim layihə də proqramlaşdırma ilə əlaqəsi çoxdur, çünki burada əsas məsələ elə proqramçı üzərinə düşür. Yəni demək olar ki, ixtisasına uyğun bir sahə ilə bağlı bir layihə həyata keçirmisən, sosial şəbəkə platforması yaratmısan. Bəs Ramil, maraqlıdır, bu layihədən sonra artıq yekunlaşıb layihə, yəni davamı gözlənilirmi? Nələr gözləyir yəni bizi izləyən gəncləri? Made in Azərbaycan layihəsinin növbəti mərhələsində planlaşdırılan ideyalardan biri həmin Made in Azərbaycan layihəsinin müəllimlər arasında artıq keçirilməsidir və gənc müəllimlərimiz və digər universitetlərin bütün müəllimləri biznes ideyalarını sırf Made in Azərbaycan brendi və Azərbaycanda qeyri-neft sektorunun xarici ixracının stimullaşdırılması ilə bağlı hər hansı bir ideyaları varsa bunu ortaya qoyacaqlar. Artıq növbəti mərhələdə müəllimlər arasında rəqabət olacaq. Aha, və sən söylədin ki, məsələn, əsas kriteriya o idi ki, yəni bu layihələr maliyyə cəlb edə bilsin özünə, yəni xarici ixrac etmək mümkün olsun və s. Bəs hazırda bu layihələr artıq yerlər tutdu, mükafatlandırıldı. Yəni ki, bu kriteriyalara cavab verən layihələr idi ona görə. Bəs indi bunları düşünürsünüzmü ki, maliyyə cəlb edərək beynəlxalq sferaya qaldırasınız, çıxarasınız, təqdim edəsiniz? Bəli, artıq bununla
bağlı konkret olaraq işlər aparılır və investorlarla danışıqlar aparılır və ideyalar üzərində yekun əlavələr olunur. Çünki müsiflər heyəti həm də ekspertlər tərəfindən mentorluq xidməti təşkil olunubdur və maliyyə büdcəsi, marketinq planı və digər planların tutulması ilə bağlı belə deyək də tam format hazır olduqdan sonra investorlarla görüşlər təşkil olunacaq və artıq ixrac və həyata keçirilməsi ilə bağlı işlər yekunlaşacaq artıq. Aha. Təşəkkür edirəm gəldiyinizə görə. Uğurlar arzu edirəm hər birinizə. Sağ olun. Çox sağ olun. Maraqlı gənclərimizi tanımağa davam edirik. Amma Milli Qəhrəmanlar rubrikasını izlədikdən sonra gəlin izləyək və daha bir qəhrəmanımızı yaxından tanıyaq. Yalnız vətən insan üçün ana qədər əziz ola bilər. Bu səbəbdən də vətən üçün can vermək əsl vətəndaş üçün şərəfli bir yoldur. Əliyev Ehtiram İsrailoğlu 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. Orta təhsilini də burada alıb. Daha sonra Bakı Maşın Qayırma Texnikumuna daxil olub. Təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayıb. İlk olaraq Naxçıvanda xidmətə başlayan Ehtiram Əliyev daha sonra Qarabağa göndərilib. Ağdam, Füzuli, Cəbrayıl, Tərtər rayonlarında aparılan hərbi əməliyyatlarda əsl rəşadət göstərib. 1993-cü ilin 23 avqustunda düşmən ağır texnika ilə Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçir. Ordumuz əzmlə döyüşürdü. Fasilələrlə bir neçə gün çəkən döyüşdə düşmənə sarsıdıcı zərbələr endirildi. İgid əskər kimi hər kəsin rəğbətini qazanan Ehtiram Əliyev isə yağı gülləsindən yan keçə bilmədi. Yaralanmasına baxmayaraq qısa zaman sonra yoldaşlarının yanına qayıtdı. Amansız düşmənlə Tərtərdə mübarizəyə başladı. Milli ordunun əskərləri kimi o da əsl əskəri rəşadət göstərdi. 1996-cı ilin avqust ayında ordudan təxris olunan Ehtiram Əliyev fəaliyyətinə polis kimi başladı. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə Əliyev Ehtiram İsrailoğluna Azərbaycanın milli qəhrəmanı adı verilib. Maqlar, indi isə təqdim edəcəyim gəncimizlə əslində Gənclər Gün tədbirində qısa bir söhbətimiz olmuşdu. Çünki o prezident təqaüdünə layiq görülən gənclərdən biri idi. Düşündü ki, onu daha yaxından tanımaq çox yaxşı olardı. Elə isə onu qarşılayaq. Elvin, xoş gəlmişsən, buyur. Elvin, xoş gördük studiyamızda səni. 25 yaşın var və bu yaşa kimi bir sıra uğurlara imza atmışsan. İstərdim ki, sən özünü gəncləri daha yaxından tanıdasan. Buyur, səs səndədir. Mən də öz adımdan bütün gəncləri və sizi salamlayıram. Dediyiniz kimi 25 yaşım var və artıq 2008-ci ildən 17 yaşımdan aktiv ictimai fəaliyyətlə məşğulam. Müxtəlif təşkilatların beynəlxalq layihələrində iştirakçı olmuşam. Britaniya konsulluğunun, Gənclər üçün Təhsil Mərkəzinin, daha sonra isə Azərbaycan Tələbələr Birliyi adlı təşkilatın təsisi və ilk sədrlərindən biri olmuşam. Əsas beynəlxalq sahədə ölkəmizi tanıtmaq, ölkəmizə xarici qonaqların gəlməsi, onlara tariximizi, mədəniyyətimizi tanıtmaq sayəsində 20-dən çox layihə etmişik bu dövr ərzində və cənab prezident də bütün mənim və rəhbərlik etdiyim təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək bu ilin 2 fevral Gənclər Gündə mənə Gənclər üçün prezident mükafatını təqdim edir. Bu təbii ki, mənim üçün və rəhbərlik etdiyim qurum üçün ən böyük, belə deyilsə də, etimad idi. Ən yüksək, gənclər üçün ola biləcək ən yüksək mükafatı verir. Yenədən səni təbrik edirəm. Sağ Mükafatını da yəqin ki, burada da izləyirik, burada görürük. Həqiqətən də çox gözəl bir mükafatdır. Bütün gənclərin arzusunda olduğu bir mükafatdır və sən buna layiq görülmüsən. Çox sağ ol. Çünki buna layiqsən. Elvin, yəni bu yaşına kimi həqiqətən də yəni aktiv gənc kimi fəaliyyət göstərmisən. Bir sıra ictimai birliklərdə yəni fəaliyyətin olub, İdarəçilik Akademiyasında söylədin ki, təhsil almısan, həmçində Azərbaycan Tələbələri İctimai Birliyinin sədrisən. Bu qədər gəncləri ümumiyyətlə bir araya necə yığırsan? Düzü ictimai fəaliyyət əslində belə desə də insanın özündə olmalıdır. İnsan əgər ictimai aktiv olmaq istəyirsə, müxtəlif sosial layihələr eləmək istəyirsə, çünki burada əsas prinsip könüllülük prinsipdir. Biz tələbəlik dövrümüzdə təhsillə yanaşı həm də öz sosial həyatımızı qurmaq, aktiv olmaq və bir baxımdan da könüllü olaraq bu cəmiyyətə nələrsə etmək istirdik və 2008-ci ildə birinci kursa artıq biz bu işə başladıq. Və müəyyən dövrdən sonra gördük ki, artıq könüllü fəaliyyət elə bir yerə gəlib çatıb ki, biz bu işdə artıq peşkarlaşmışıq.
və biz il ərzində 5-10 layihə edirdik və hər bir layihədə müxtəlif gənclər qrupuna, tələbələr qrupuna aid edilirdi və yaxşı ki, bütün layihələrimizi uğurla keçirir. Məncə bu işdə əsas istəməkdir, istəyəndən sonra çox şey olur. Bəs maraqlıdır, gələcək planların hansı sahə üzərində qurulub, səndən hansı uğurları gözləyək? Bu təbii ki, dediyim kimi bir etimaddır. Yəni, bu işin sonu deyil, hələ iş davam edir. Yəni, biz artıq 29 yanvarda Cənab Prezidentin gənclərlə görüşü var idi. Və bu görüşdə qeyd olundu ki, Azərbaycan post-neft dövründə keçir. Və post-neft dövründə əsas yük düşür gənclərin üzərində. Və bu yükü biz öz üzərimizdə beləcə daşımağa hazırıq. Məncə bu mükafat işin sonu deyil, hələ bir başlanğıcdır. Və bundan sonra da ölkəmizin, cəmiyyətimizin, millətimizin istədiyi layihələri biz canla başla edəcəyik. Hələ bundan sonra da bir çox uğurlar yəni ki, bizimlə olacaq. Bəli, Elvin, çox maraqlı ümumiyyətlə sahələrdə fəaliyyətin olub, yəni müxtəlif aktiv məşğuliyyətlərin olub və bunlardan biri haqqında mən istəyərdim ki, hazırda söhbət edək. Çünki Avropa gənclərinin mobillik şəbəkəsinin yaradılmasında yəni iştirakçı olmusan. İstərdim ki, bu şəbəkə haqqında danışasan. Hansı fəaliyyəti güdür, nə məqsədi var və s. Bu şəbəkə 2014-cü ildə yaradılıb və şəbəkənin əsas ideya müəllifi Azərbaycan Tələbələr Birliyi idi. Bu şəbəkə 10 müxtəlif ölkədən, Avropa ölkəsindən, burada Hollandiya, İtaliya, Türkiyə və digər ölkələr var, ən aktiv gənclər təşkilatını özündə birləşdirdi və əsas mərkəz olaraq Bakı seçilmişdi. Bu şəbəkənin təhsil yığıncağı, yəni 10 təşkilatın nümayəndələrinin iştirak elədiyi təhsil yığıncağı, idarə heyətinin iclası hamısı Bakı şəhərində keçirildi və artıq qərara verildi ki, şəbəkə Bakıda yerləşsin və sədrliyi də Bakıda təşkil edilsin. Şəbəkənin əsas məqsədi də Avropada gənclər arasında müxtəlif ideyalarla bağlı gənclər mübadiləsini təşkil etmək. Yəni, məsələn, bizim İtaliyadan öyrənəcəyimiz bir şey varsa, İtalyanların da bizdən öyrənəcəyi bir şey var. Təbii. Amma burada əsas məsələ nədir? Mən diqqət onu yönəltmək istəyirəm. Görün, Azərbaycan indi hansı səviyyəyə çatıb ki, gənclər siyasət olaraq. Artıq Avropa təşkilatlarının birləşdiyi təşkilat, bir ümumi beynəlxalq bir təşkilatın mərkəzi ofisi artıq Bakıda yerləşir. Məncə bu bizim uğurumuzdur. Çünki Avropanın ən böyük gənclər təşkilatları artıq özləri də etiraf edirlər ki, bəli, Bakı gənclər siyasəti, gənclər sözü ilə beləcə çox uyuşan bir şəhərdir və burada gənclərlə bağlı hər bir şey etmək olar. Bəli, həqiqətən də Bakı günü-gündən nəinki gəncləri ilə bağlı, elə gözəlliyi ilə də, hər şey ilə də bütün Avropa şəhərlərini artıq üstələməyə başlayır. Elə belə sürətlə də inkişafı mən arzuluram öz ölkəmizə, şəhərimizə, xalqımıza təbii ki. Və az yaşda uğur qazanan bir gənc kimi istəyərdim ki, bizi izləyən gənclərə öz uğurunun sirlərini açasan. Çünki onlar da uğur qazanmaq istəyirlər və sən bu yolu bilirsən. Necə edə bilərlər ki, onlar da uğurlu olsunlar həyatda, istədiklərini qazana bilsinlər? Məncə əsas məsələ inanmaqdır və səbr eləməkdir. Əgər bir insan inanır, səbr eləyir və sadəcə öz işinə məşğul olursa, deməli o insan həmişə uğur qazanacaq. Amma öz işinə məşğul olanda da bir şey unutmaq lazım deyil. Biz hər bir məsələdə bizim ən son məqsədimiz bu ölkənin inkişafı olmalıdır. Bəli. Çünki biz bu ölkədə yaşayırıq, bu torpaqda gəzirik, bu havanı uduruqsa, deməli bizim hər bir işimizin, yəni fərqi yox nə işləyirik, polis, həkim, iqtisadçı, bankda işləyirik və s. Bizim hər birimizin məqsədlərindən biri də ölkənin inkişafı olmalıdır. Əgər insan öz üzərində işləyirsə, ölkəsinin inkişafına çalışırsa və inanırsa və sadəcə öz işinə məşğul olsa, məncə əvvəl-axır, yəni bu işin gec və ya tezi var, amma gec və ya tez uğur səndən olacaq. Bəli, belə bir məsələ də var ki, cəmiyyəti əgər dəyişmək istəyirsənsə, birinci özündən başlamalısan. Bəli, təbii ki, bütün uğurların sirri insan özündə gizlidir. Ona görə də o sirləri açmağı bacarmalısan, özündəki potensialı üzə çıxarmağı bacarmalısan. Biz də hər zaman MAQ kolleksiya olaraq gənclərə səslənirik ki, heç də yəni özünüzə olan inamı itirməyin. Yəni, hər şey həqiqətən də insan öz əlindədir. Ona görə də çalışın, istəyin və addım atın. Bu zaman sizdə hər şey alınacaq. Hansı maraqların var? Mən istəyirəm ki, biraz da sənin şəxsi həyatınla bağlı biraz öyrənək. Nə ilə məşğul olursan, boş vaxtları necə dəyərləndirirsən? Daha çox belə desək də, müxtəlif kitabları və yaxud jurnalları oxumağı sevirəm. Öz işimlə bağlı avtobioqrafiyaları oxumağı sevirəm. Mənim üçün də, yəni siz sual verirsiniz, amma mənim özüm üçün də çox zaman həyatda uğur qazanmış insanların avtobioqrafiyalarını oxumaq çox maraqlıdır. Çünki o avtobioqrafiyaları oxuyanda insan özündə nəsə tapır. Məsələn, görürsən ki, sənin yaşında bir insan nələrsə edib, halbuki sən də onlara edə bilərdin, amma bunun üçün gelişmirsən. Bəs necə düşünürsən? Ümumiyyətlə, ölkəmizdə gənclər daha çox hansı sahəyə yönəlsələr, daha uğur qazanarlar? Bəzi sahələr var ki, onlarda dövlət də prioritet elan edib və bunlar Azərbaycanın gələcəyinə bağlı sahələrdir. Təbii ki, kənd təsərrüfatı, turizm, informasiya texnologiyası, bəzən çox təkrarçılığı olur, beynəlxalq münasibətlərə, iqtisada, hüquq sahələrinə
gənclər yönəlirlər. Bu təbii ki, prestijlidir, amma bir şey bilməlidirlər ki, bu sahələr artıq o qədər kadr var ki, o sahələrdə uğur qazanmaq çətindir. Amma sırf gələcəyin sahələri var. Məsələn, tibb, kənd təsərrüfatı, turizm, aqrar sahə, informasiya texnologiyaları, hansı ki, nələrsə eləmək olar, bu ölkə üçün nələrsə eləmək olar, onlara yönəlib, orada peşkarlaşsalar, məncə həm özləri üçün faydalı olar, həm də ölkə üçün faydalı olar. Bəli, gənclər, diqqətlə dinlədiniz bu məsləhətləri, çünki bunu yüzlərlə, minlərlə gənclə bir arada olan və uğur qazanan bir gənc Elvin söylədi. Elvin, təşəkkür edirəm gəldiyinə görə və mən istərəm ki, son olaraq biz səninlə elə bu mükafatınla da birgə xatirə fotosu çəkdirək. MAK komandası yenə səfərdədir. Gedəcəyimiz məkan isə ölkəmizin cənnət güşələrindən biri olan Göl-Göl rayonudur. Yol boyu təbiətimizin gözəlliyini seyr edə-edə, incəsənət nümayəndələrinin bir-birinin bəhsinə bu gözəlliyə həsr etdikləri ifaları dinləyib, gəlib çatdıq ünvana. İndi isə bura gəlmək məramımız haqqında danışım. Belə ki, son zamanlar təmas xəttində baş verən hadisələri hər birimiz narahatlıqla izlədik. Aprel ayının əvvəllərində cəbhə boyu ərazilərdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin həlak olması bizi nə qədər təəssüfləndirdisə, müəyyən ərazilərin işğaldan azad edilməsi hər birimizi qürurlandırdı. Elə bütün bu hadisələri nəzərə alan Gənclər və İdman Nazirliyi, incəsənət nümayəndələri və biz jurnalistləri bir araya gətirərək əsgərlərimizlə görüş təşkil etdi. Hərbi hissədə əsgərlər arasında olan ruh yüksəkliyi bütün qonaqları sevindirdi. Elə onlar da bizi görüb MAQ vasitəsilə sizə salamlarını çatdırdılar. Buradan öz dostlarıma, atam-anama salamlar göndərirəm. Narahat olmasınlar, darıxmasınlar, hər şey yaxşıdır. İnşallah sağ-salamat görüşərik. Mən buradan öz valideynlərimə başda olmaqla bütün əsgər valideynlərinə öz salamlarımı göndərirəm. Narahat olmasınlar, burada hər şey öz qaydasındadır, hər şey yaxşıdır. Tədbirdə hərbi xidmətdə fərqlənən əsgərlər nazirlik tərəfindən mükafatlandırıldılar. Bundan əlavə hərbi hissəyə müxtəlif hədiyyələr də edildi. Gənclərin bir qismi hərbi xidmətdədir. Onlarla ünsiyyətdə olmaq, onların mənəvi dəstək vermək, belə deyək də, bizim üzərimizdə düşən vəzifələrdən biridir və düşünürəm ki, bugün bizim hərbi xidmət olan gənclərimizə bu mənəvi dəstəyə ehtiyac var və eyni zamanda mülki gənclərlə hərbi xidmət olan gənclər arasında bir qədər ünsiyyətin formalaşmasına şərait yaradır. Bütün bunlardan sonra tədbir bədii hissə ilə davam etdi. Bax belə dostlar, artıq yekunlaşdırırıq. Sizə isə məsləhətim budur ki, bizim elə qonaqlarımız kimi öz üzərinizdə çalışın, yeni uğurlara imza atın və studiyamıza qonaq olun ki, sizin uğurlarınızı da sevə-sevə hər kəsə təqdim edək. Mənim geyimlərim hər zamanki kimi Rodrigo'dandır. Siz də gedin oradan öz zövqünüzə uyğun geyimləri seçin, geyinin. Bugünlük isə bu qədər. Görüşərik.